növbəti özelliği 6-cı özelliğe baxdıq uşaqlar. Bu özellikdə fonksiyona bənzər, doğrusal fonksiyon keçmişdiyə. Bax, tam olaraq odur. Bunun bu hissəsinə baxırsınız, necə fonksiyondur? Ümumiyyətlə, belə baxdığında belə qərar verəcəksiniz. Siz bilirsiniz ki, toplama prosesində dərəcələr ən böyük olan götürülür. Elə deyil. Əgər buradakı dərəcə 1-ə bərabərdirsə, demək ki, mənim fonksiyonun quruluşu px bərabərdir, ax üstəgəl b formatında olur. Bu formada düşünürsünüz. Px'in bu olur. Bunu nəyə vurmaq istəyir burada? 2'ye. 2'ye vursam 2ax plus 2b oldu mu? Bir de bir şey diyeyim. Məsələn, 2 içərdə olsa, 2x olsaydı, uşaqlar çox onu səhv verirlər, götürürlər, o 2'ni b'ye də vururlar. O 2'nin o zaman b'ye aidiyyatı olmayacaq, sadəcə 2ax üstəgəl b formatında olacaq. Yəni, buna diqqət etmək lazımdır. Bir dəfə də mənfi qoyub hesablayanda, mənfi px hesablayanda x'in yerinə mənfi qoymaq lazımdır. Buradan da mənfi a, bizə verəcək mənfi ax artı b. Baxın, o mənfinin b'ye heç bir aidiyyatı yoxdur. Sadəcə burada formulda, düsturda x gördüyün yerə sadəcə mənfi x'in əvəzindən verirsən, b onu pozitiv qalır. Buradan x artıq 9'a bərabərdir. Bunu standarta yapsaq, ax üstəgəl 3b bərabərdir, x plus 9 olacaq. Demək, a-mızın qiyməti x-in qarşısındadır. Elə birinci dərəcədən denkləm işləyirsinizsə, a bərabərdir 1'dir. 2 polinomun eşitliyindən istifadə edirsiniz. B də buradan bərabərdir 3'ə. Onu mənim fonksiyonum, yəni fonksiyon polinomunun quruluşu x artı 3 formatındaymış. Atıram sizdən 5'i soruşlarında aparıb x'in yerine 5 koyacaqsınız. 5 plus 3, 8 olacaq. İstəyirsiniz gəlin bir dənə daha işləyək. Məsələn, 4-cü sualı işləyim, elə əsasından dediyimə gəldi. Baxın, buradan görürəm ki, bu xəttlidir. Demək, px'in quruluşu bərabərdir ax üstəgəl b formatındadır. Px'in burada 2x hesablayana p2x'i tapsaq uşaqlar. X'in yerine 2x yazsam, 2ax artı b olur. Fikir verdiysəm, mən 2'ni b'ye vurmalıyım. 2'ni vurmaq üçün 2p'nin qarşısında olmalı. Bunları alt-alta toplasam 3ax üstəgəl 2b olacaq. O da bərabərdir yekunda 6x plus 8'ə. Demək, buradan bunu eşitləsəm, a bərabərdir bizim üçün 2'yə, b bərabərdir 4'ə. Onda px'imizin quruluşu onu da bizə verib 2x plus 4 formatındaymış. Gördüyünüz kimi buradan da cavabı aldıq. Məsələn, 5-ci sualı p1'i soruşur, elə deyil. Tutaq ki, 4-cü sualı p1'i soruşsaydı, x'in yerine 1 qoyacağınız 2 vur 1 üstəgəl 4 sizə 6 verəcəkdir. Bu belə. Bu tipli suallar belə. Bir de altılara bakın uşaqlar, biz ne demiştik? Demiştik ki, paydaları vuranda dərəcələr toplanır. Dərəcə gəl burada kvadratdırsa, əgər toplanıb kvadratı alınıbsa, onda px'imizin quruluşu yenə xəttli fonksiyon. Birinci dərəcədən olur ki, 1 ilə 1'i toplayıb ikinci dərəcədən alırlar. Burada px'in quruluşu bu olur. p2x hesablasam, onda mənə 2ax üstəgəl b verdi. Mən götürüb bunları bir şəkildə parantezlər içərisində yaz deyir, bir-birinə vur deyir. Uşaqlar, bunu açıb tam vurmağa ehtiyac var mı? Yox, çünki burada ne inceleyeceksiniz? Biz bunu düşünün ki, bu yekunda neye beraber olmalı? 2x kvadratı plus 6x plus 4'e beraber olmalı. Elə değil. Mən ax'ı 2ax'a vursam, birinci mörtərizəni, ikinci mörtərizəyə vursam, x kvadratını almağa çalışıram. Demək ki, sadəcə birinci həddini, ikincini, yenə birinci həddini vurmaq lazımdır. Vuranda 2a'nın kvadratı x'in kvadratı alınır. Görürüz. Demək ki, x'in kvadratının qarşısında 2 dayanmışsa, bu 2ax kvadratına beraber. Buradan çıxır ki, ax kvadratı daha doğrusu a kvadratı bərabərdir 1'ə. Biz bilirik bir şeyin kvadratı 1'ə bərabərdirsə, a oradan 1'ə, a bərabərdir, mənfi 1'ə bərabərdir. Burada pozitiv katsayılı dediyinə görə biz mənfi ehtimalını siliriz, sadəcə müsbətə götürəcək. Eyni halda baxın, sərbəst terim var, sonuncusu var, elə deyil. B'ni, mən birinci parantez içindəki sərbəst terimi götürüb ikincidəki sərbəstə vursam, sərbəstə alaram. B'nin kvadratı bərabər 4 olacaq, B'nin qiyməti buradan bizə 2 və yaxud b-nin qiyməti mənfi 2 verəcək, amma bizə nə demişdik? Müsbət katsayılı demişdik, mənfi 2'ni silirik. Demək ki, buradan əslində neçə ehtimal çıxa bilər? 4 dənə ehtimal çıxa bilər, ya da 2 dənə ortadan hesablamaq lazımdır. Əgər pozitiv katsayılı deməyibsə, vurub açmaq məcburiyyətindəsin. Burada pozitiv dediyi üçün mən işimi daha da asanlaşdırdım. Buradan belə demək, px'in quruluşu bizə necə oldu? A-mızın qiyməti 1 olduğu üçün x plus 2 formatında oldu. Bu şəkildə tapmış olduq, b-nimizin qiyməti 2 idi. Vurmanını izah elədim uşaqlar. En pis ihtimal budur, düşmən başında olmasın deyərlər. Belə bu tipli sualları heç kimə düşməni istəmirəm. Uzun yerdir. Baxın, bunun quruluşuna baxın. Biz orada minus və ya plus olanda bilirik ki, dərəcə böyük olan götürülür. Elə deyil. Əgər dərəcəmiz kvadrat götürülürsə, demək px'in quruluşu ax kvadrat üstəgəl bx plus c formatında olmuş. Və bu formatdamış. Yəni, sən götürüb bunu hesablayırsan. A vur, bir də bunu hesablayan x'in yeni x minus 2 yazacaqsan. X minus 2'nin kvadratı. Yani bunu aparıp burada gördüğüm bütün x'ların yerine koymalısın.
bx minus 2 üstə gələcək. Bir dəfə bunu hesablayırsınız. Bir dəfə də bu şeyi 2-yə vurub çıxmaq lazımdır. Yəni 2ax kvadratı çıxılmış 2bx çıx 2c şəklində bunu hesablayıb buna eşitləyərək hesablamalısınız. Uzun gedir mənim işləməm, o ümumi qiyası budur. Demək olar ki, imtahanlarda açıq bir versiyada bu düşmür, çünki çox vaxt aparır. Əgər düşübsə də daha kəsdirmə yolu var ki, düşür. Yəni ədəd qoymaqdan çıxır. Bu özəlliyimiz belədir. Növbəti özəlliyə keçək. Uşaqlar, bu özəllik çox düşür. Bunu ümumiyyətcə rasionəllərdə də görmürsünüz. Məsələn, deyir ki, kəsir sadələşə biləndir. Bax, eyni ideyaya gəlir bu testlər. Bunları hesablayanda px polinomunu tapmaq üçün bəzi uşaqlar keçən dəfə dərs izah eləyəndə o bilənlə birlikdə mən ikinci tərəfdə x-1 vurğunu yaratmağa çalışıram. Bəzən px-in qiymətini çıxara bilməm. Bəli, haqlısan. Əslində bu o demək ki, bunu buna vuranda bu alınıbsa, demək ki, bunun içində bu vurğu var, elə deyil. İkinci vurğu buradakı Viet teoreminə falan tətbiq edib tapmaq olar. Bəzən də həqiqətən üçüncü dərəcədən falan təriflər olur, uşaqlar onu çıxara bilmirlər. Ona görə ən kəsdirmə qaydası necədir uşaqlar? Bunun içini, baxın, vur kaysı deyil. Əgər mən bunu buna vuranda bunu alıramsa, bunu sıfıra çevirəndə sağ tərəfi də sıfıra çevirəcək. Bu şəkildə düşünə bilərsiniz. Burada x-1-ə sıfıra bərabər eşit. X-in dəyəri 1 olanda hər yerə 1 qoyanda sağ tərəfimizdə sıfıra getmiş olacaq. 1 çıx k çıx 5 bərabər 0 olacaq. K-mızın qiyməti burada mənfi 4 olacaq. Baxın, bu misalın üstündə nə izah edir? K-nın qiymətini tapdıq. Bizdən K-nı istəyirdi. Amma K-nı deyil də atıram P5-i istəsək, digər misallarda bu şəkildə olacaq. Aparıram K-nın qiymətini yerinə qoyuram. Baxın. Sildim. K-nın yerinə mənfi 4 qoyanda bizə artı 4 olacaqmı? Vieti tətbiq etsəm, bunu makaslasam x-1, x plus 5 olacaqmı? Əgər bunu buna vuranda, bunlar alınıbsa, bununla bir ixtisar verib, px-in quruluşu bərabər olur x plus 5-ə. Mən də P5 hesab edirəm, 5 plus 5 cavabım 10 olacaq. Bu tərzdə misallar bu formada işlənir. Amma mən sizə bir də belə bir şey deyim. Bunu bu formada deyil də, bu formada baxın. Rasionəllərdə də olduğu kimi versə, uşaqlar, mesela Ankaranın falan işlərini içində görəcəksiniz və yaxud atıram, Palmiye falan içində də görmüş ola bilərsiniz. Və bu formada versə, x kvadrat minus kx minus 5 verəcək, aşağıda x minus 1 verəcək. Deyəcək ki, bu ifadə bir polinomdur, px bir polinomdur. Bir polinomdur deyirsə, biz də bilir ki, polinomun məxrəcində dəyişən ola bilməz. Yəni, x məxrəcdə olmayacaqda. Yenə bunu sıfır edib. O dəqiqə mənə biriniz yiyəcəksiniz ki, bilirəm ki, orada mən bəs deyir, kəsirin məxrəci sıfır ola bilməz. Mənim amacım məxrəci sıfıra çevirmək deyil. Məxrəci sıfıra qoyduğum ədəd yuxarıda yaradan, yəni yuxarıda da əgər vurğularından bir x minus 1-dirsə, tənliyin kökü yuxarıda. Tənliyin kökü nədir? Tənliyi sıfıra çevirən həldir, elə deyil. Əgər mən yuxarıda x minus 1 yarada bilsəm, bunu yaratmaq üçün də ehtimal qoyuram. x minus 1 sıfıra bərabər edir. X-in dəyəri 1, yuxarıda 1 bölü k-nın mənfi 4 tapıb, sonra vurğulara ayıranlar. Yenə buradan tapıram, x minus 1 tapdıq bir kökümüzün, birində x plus 5 tapacaq. Bundan sonra bu getdi, görürsünüz. Yəni də məxrəc nə olmamış oldu? Sıfır olmuş, olmadı. Yəni, iki halda da eyni şeydir. Ya bu məxrəcdə belə də bunu çarpaz bunun qarşısına atın, yenə eyni özəlliyə gətirin, ya da direkt məxrəcimizi sıfır eləyin, yuxarıda qoyun, ehtimalları hesablayın. Bu şəkildə həll olunur. Yəni, bir dənə ilişkiyə çox rahat bir özəllikdir, amma çox istifadə olunan bir özəllikdir. Gəldik bura, məsələn, 5-ci sualı işləsək, nə etməliyik demək olar? Mən bunu sıfır deyəcəm, k-nın qiyməti nə olacaq? X-in qiyməti nə olacaq? 3 olacaq. 3-ü gətirib burada qoyacaq. 9 minus 15 plus k bərabərdir 0. K-nın dəyəri buradan oldu, müsbət aldı. K-nın dəyərini 6 tapdıqdan sonra gətirib yerinə yazdım. Gətirib yerinə yazandan sonra makaslayıram uşaqlar. Bu da x minus 3, x minus 2 olacaq. Elə deyil makasa görə. Bununla bu getdi. Px-in quruluşu onda nə qalmış oldu? X minus 2 oldu. Aparıb 1 qoyacaq, 1 qoyanda 1 çıx 2, cavab daha mənfi 1 verəcək. İndi bəzi uşaqlar bilir ki, elə belə də mən x-in yeri hər yerdə 1 qoysam, sıfıra getmir də cavabını tapmış olacaq. K-nı tapdıqdan sonra. Bu haqlısınız, bu belədir. Amma atıram sizə belə versəydi, px bərabərdir, tutaq ki, burada yazıb ki, x minus 3-ə bölünməsində qalan qalığı tapın desə, indi irəlidə görəcəksiniz. Mən burada P3-ü tapmaq məcburiyyətində olacaq. Bölmə prosesində gətirib burada qoya bilməyəcəm, cavab sıfıra gedirdi. Yəni, ona görə bəzən də polinomu məcbur tapmaq məcburiyyətindəsiniz. Bu şəkildə hesablanır. Sonra keçək növbəti özəlliyə. Uşaqlar, bunun haqqında ilk başda danışanda demişdim. Biz kat saylarının toplamını tapardıq, P1 tapardıq. Amma məsələn, bizə desə, bu kat sayların toplamı, kat sayı. Kat, yəni katların toplamı, əmsalların toplamı. Bir də sabit terim deyəndə yanında x olmayan həddir. P0-ı tapmalıyıq. Odur. Bu da bizə verirdi sabit terim. Sabit terim. Bir də ekstradan var. Puzan içində heç ona rastlamayacaqsınız. Amma genəlliklə bəzi kitabların içərisində var.
Məsələn, bu bir polinom belə deyil. Tək dərəcədən olanlar var. Məsələn, 3-dür, 2-dir. Bunun üzərində də x üstü 0-dır. Belə deyil, tək dərəcədən 2 var, 3. Məsələn, onun əmsalını soruşurlar. Deyər ki, tək dərəcədən əmsallar cəmini tapın desə, onda bir sıxıntı yaranır. Ya da cüt dərəcədən əmsallar cəmini katlar toplamı deyəndə sıxıntı yaranır. P1 artı P mənfi 1 bölünmüş 2 formuluyla cüt sayılı qüvvətlərin katlarının toplamını tapırsınız uşaqlar. P mənfi 1, daha doğrusu P1 çıx P mənfi 1 bölünmüş 2 formuluyla isə tək dərəcədən x-ların əmsallarının toplamını tapırsınız. Gəlsin, mən gözüm buradan görürəm, tək cütü tapacam. Amma elə olay o deyil uşaqlar. Məsələn, belə bir sual verirəm. X kubu çıxılmış, tutaq ki, 5 vermişəm, üzərində yazmışam, tutaq ki, 10. Sən bunu 10-cu dərəcədən aça bilməyəcəksən. Formulu bilməlisən ki, məcburi bunu yazasan. Atıram sənə deyir ki, tək dərəcədən əmsallar cəmi tap. Tək dərəcədən tapanda bir dəfə P1 tapırsan, nə olacaq? 6 çıxılmış 5 üstü 10. Yəni, cavab sən nə verəcək? 1. Bu oldu sənin P1. Bir də tipdə P mənfi 1 tapmalısın. X'in yeri mənfi 1 qoyanın. Mənfi 6 çıx 5 üstündə 10. O da eləyəcək bizə 11 üstündə 10. Oldu. Sən bunları neyləməlisən? Top çıxıb, birdən 11 üstündə çıxıb 2-yə bölməlisən. Və cavabını bu formada qalacaq. Yəni, narahat olmayın. Daha kəsdirmə verəcək. İndi mən bu misala görə anormal görünmüş ola bilər. Yəni, siz məcbursunuz ki, bu qaydaları biləsiniz. Tək dərəcədən, cüt dərəcədən katlar toplamını biləsiniz. Yəni, bu formulu unutmayın, imtihana çıxanda görmədik, duymadik deməyin. İndi gələk, buradakı misallar üzərində gedək. Uşaqlar, mən sizə demişəm ki, fonksiyon işləyəndə, polinom işləyəndə fərq eləməz. Ona IQ-də sanki işləm konusu işləyirmişsiniz kimi baxsanız daha rahat olacaq. İti-itinə bərabərdir. Adını çəkdiyində, kat sayılarını deyəndə, adını çəkdiyində qısım yerinə 0 qoyun. Yaxşı, bir bir sual yazın. Mən yazmışam, bunu nə üçün deyirəm? Uşaqlar qarışdırır verirəm. Belə bir sual yazacağım. Ya da -7 olsun. Mən deyirəm ki, Px -3 bir polinom olarsa, onun kat sayılarını toplamı tapır. Uşaqlar mən deyir ki, kat sayılarını toplamı 1 qoydum, -2, demək qısım yeri -2, P -2 tutmalıyam. Və yaxud da ki, şey edirlər, bunun içini 1-ə bərabər eləməyə çalışırlar. Deyirlər ki, mən x gördüm, hər yeri 4 qoymalıyım. Bu tamamilə yanlış. Əgər bunun özü bir polinomdursa və sadəcə Px minus bütün katlar toplamını istəyirsiniz, adını çəkdiyini x-nə 1 qoyun. Yəni, mənə fərqi yoxdur nöqtədən içinə olur. X hər yerdə eyni şeydir. X-nə 1 qoyacaqsınız. 3, 6, çıx 7, o da sənə verəcək. Buradan bizə nə vermiş olacaq? 9, çıx 2, cavab 7, cavab verəcək 2. Yəni, cavab 2. Qarışdırmayın, yaxşı. Amma sizə Px-i soruşsa, bax, onda olay dəyişir. İndi onların izahını verəcəm. Maksimum diqqətli olmaq lazımdır. Çox xırdadır. Bir tək bunu qarışdırmazsa çox rahat gələcək. Deyir ki, Px polinomunun kat sayılarının toplamı kaçdır? Adını çəkdiyində x-in yerinə 1 qoyursan. Yuxarıda demək ki, 1-dirsə, yuxarıda 1 eşitləməlisin. Hər yerə 1 yazırsan. 6 çıxı üstə gəlir. Hesabın hissəsini eləməyəcəm. Baxın, bu polinomun kat sayılarını istəyib, belə deyil. Adını çəkdiyində x-nə 1 qoydum. Demək, sən P1-i axtarmalısan. Tamam mı? Demək ki, yuxarıdakı mötərizənin parantezinin içini 1-ə bərabər eləməlisən. X sonunda nə qoyar? Təbii ki, 0 qoyarıq da bunlar gedər, cavab 4 olar. Sonra gəldik, bax, bunun kat sayılarını adını çəkdiyində 1 qoydum, yuxarı 1 eşitləmək üçün məcburam 3 qoydum. Cavab 3 sorulmuş, 27 çıxıb 4 olacaq. 81 çıxılmış 4, o da 77 eləyəcək. Bu formunu işləyəcəz. Bunun məsələn kat sayı rahatdır. Kat sayılarının toplamı 10 deyir. P1 ona bərabərdir. Eşitləyirsən, içinə 1 eləyib cavabı 10 eləyəcəksən. Bu çox rahatdır. Gəldim mən dediyimə, uşaqların qarışdırdığı. Baxın uşaqlar, burada polinomun kat sayılarının toplamı kaçdır deyir. Olur mu? Bundan söhbət gedir, elə deyil. Orada götürüb adını çəkdiyində qısına 1 qoy. Mötərizənin içi sənə nə verəcək? 2 verəcək. Demək sən P2-ni hesablamalısın. Yuxarı get, 2 eşitlə. 2 olması üçün 3 qoyacaqsan. 27 artı 6 artı 1. Bu şəkildə, o da sənə verəcək, 34 verəcək. Bu şəkildə işləyəcəksin. Tamam. Demək, buradan sonra uşaqlar. Yəni, adını çəkdiyində 1 qoyursunuz. Baxın, polinomun kat sayılarının toplamı. Kat dediyində adını çəkdiyində 1 qoydum. Demək, P -1-i axtarıram. Yuxarını dedim, -1 eşitdir. -1 olması üçün -4 qoyacaqsın. O da 16 artı 1 eləyəcək, cavab 7 eləyəcək. Gəldik mi? Sabit terim dediyində adını çəkdiyində 0 qoy. Sadəcə qısına 0 qoy. İçinə olur olsun, sadəcə adını çəkdiyində qısına 0 qoy. Yuxarıda 0 verirsin, cavab -2.
Buradan sağın eynisini gəlir bura baxın. Bunun sabit terimini deyəndə x-nə 0 verdim. Demə mən p 0 axtarıram. Yuxarını 0 işləmək üçün 2 qoymalıyım. 4 artı 6 artı 1 cavabda 10 eləyəcək. Bu belə. 0 qoyduq mu? P 1 axtarırıq deməkdir. Baxın, bir də təkrar edirəm. Sabit terimi neçədir deyəndə adını çəkdiyində sadəcə 0 qoyuruq. 0 qoyduq, içi 1 oldu. Yuxarıda parantezin içinin 1 olmasını istəyirəm. 1 olanda o da bərabərdir. Burada neçə qoymalıyam 1 olması üçün? Mənfi 2 qoymalıyım. Mənfi 2 qoyanda da 3 vur, mənfi 2 çıx 4 cavab bizə verir mənfi. Bu şəkildə həll edirik. Yaxşı. Yəni bir dənə təkrar bir dənə alaq. Sizi yoxlamaq üçün verəcəm mən. Məsələn, bu sualı təkrar bir izah edirəm. Tutaq ki, bax, polinomun kat saylarının toplamı deyəndə kat dediyinə görə 1 qoymalıyım, adını çəkdiyində 1 qoyuram, demək P mənfi 1 axtaracaq. Sabit terim dediyində adını çəkdiyində 0 qoyacaq, demək ki, P mənfi 2-ni axtarıram, ona görə də yuxarına aparıb ayarlayım. Vəsiyo, burada bir dənə qarşılıq elədim, hər şey əla alınacaq. Vəsiyo, bu özəllik belə. Keçdiyi uşaqların növbəti özəlliklər bölünmələr. Uşaqların ən çox problem yaşadığı hissə baxın bu bölmələrdə, amma əslində çox rahatdır bölmələr. İndi burada nə kimi bir şey var uşaqlar? Biz ümumiyyətlə çubuqlu bölmə bacarırıq da, yəni A-nı B-yə böldük, qalıqlı bölmədə, çubuqlu bölmədə əsas qayda nədən ibarət idi? Məsələn, mən burada P-X-i qaytarıb tapmaq istəsəm, B-X-i Q-ya vurub üstünə qalıq gəlməliyəm, elə deyək, baxın, burada yazırlar. Bir də qalıqlı bölmədə şərt nə idi? Bölənin, elə ki, qalıq bölənə kiçik olmalıydı, elə deyək. Burada da eyni tema ödənir. Burada isə qalığın dərəcəsi bölənin dərəcəsindən, bölünün dərəcəsindən kiçik olmalı. Atıram, bölüm kvadratdırsa, onda qalıq birinci dərəcədən olmalı. Ya da ki, sabit olmalı. Bu şəkildə ayarlayacaq. Bu da belə. İlk kesi aşağı. Burada məndən BX istəyirsə, bölümü istəyirsə, yəni bunu istəyəcəksə, yuxarıdan aşağı məcburan çubuqlu böləcəm. Amma qalığın tapılmasının başqa qaydası var, deyəcəm. O bundan sonraki özəllikdir. BX istəyirsə məcbur bölürəm. Necə tənzimləyəcəksiniz? Biz əslində bunu keçirik məktəbdən. Sintetik üsul deyərək keçirik. Yəni, çox ədədə bölünməsi. Ən yüksək dərəcəni düzəltməyə çalışırsınız. X üstü 5 almaq üçün x kvadratını x kubuna vurmalı. X kubunu götürüb hər ikisinə vurursan ki, parantez kimi düşünürlər. Parantezləri vurub açırsınız. X üstü 5 çıxılmış 2x üstü 3 olacaq. Tərəf-tərəfə çıxanda bunlar bir-birlərini götürəcək. Qaldı x kvadrat çıxır ki, bunun içində təbii ki, bir dəfə olacaq. Götürüb yazırsınız. Vəsiyo, cavabı 0, qaldı oldu 0. Bölümün oldu x kub plus 1. Məsələn, bu qədər. Sonra məsələn, bir başqası isə işləyək. Məsələn, burada x üstü 4-ü yaratmaq üçün x kubuna vurmalıyam. X üstü 4, x kubunu götürüb 1-ə vuracaq. Nə olacaq? Artı x kubu. Bunlar çıxılacaq, getdi. Sonra aşağıya mənfi x kvadrat çıx 2x qaldı, elə deyil. İndi götürüb mənfi x-ə vurmalı. Mənfi x-ə vuranda mənfi x-in kvadratı çıx x olacaq. Aydındır, tərəf-tərəfə çıxanda diqqətli olun. Çıx olanı nəyə çevirməli? Pozitivə çevirir. Bax, bu işarəsi pozitiv olacaq, bu buna apardı. Mənfi 2x, çıx x mənə mənfi x verəcək. Oldu. Yəni, niyə? Baxın, mənfi 2x, çıx mənfi x. Bunu müsbətləşdirir, oradan mənfi x qalır. Mənfi x, indi bu fikir versəniz, deyərsiniz mənə bitdi də, yox, bitmədi. Bunun dərəcəsi də birdir, bunun dərəcəsi də birdir. Olmaz, davam edirik. Mənfi bir dəfə olar deyil. Mənfi bir dəfə olan, mənfi 1 götürüb vuram, mənfi 2 çıx 1 olur. Tərəf-tərəfə çıxanda isə burada pozitiv 1 qaldı, x-lar getdi, mənfi ilə mənfi 1 müsbətləşdirdi. Cavab da 1. Demək qalığımızda 1 qaldı. Buradan da bu bölüm hissəsini tapmış oldum. Bu şəkildə davam elətdirmək lazımdır. BX-i məcbur tapmaq lazım olanda. Gəlin, indi başqa görə biraz fərqləri varmı? Elə hamısında eyni şeydir uşaqlar. BX-i tapmaq istəyirsən məcbur bölməli. Hətta gəlin bunun üstündə belə bir şey göstər. Biz qalığı 1 tapdıq, elə deyil. Qalığın həqiqətən 1 olduğunu daha kəstirmə yolu da var. Bölərək də tapmaq olar. İndi bundan sonraki özəllikdə əslində elə bunun üstündə göstərəcək. Bunu bir dənə sıfıra işləyirsiniz. X-in dəyəri olur mənfi 1. Modellərdən gəlir uşaqlar. X-in əvəzinə aparıb mənfi 1 yazırsınız. Mənfi 1 üstü 4 bizə 1 verəcək. X kub olanda mənfi 1 verəcək. X kvadratı pozitiv 1 verir. Amma qarşısında negativ var deyə negativ 1 olacaq. Burada mənfi müsbətləşdirib 2 olacaq uşaqlar. Buradan da bunu götürdük. Cavabımız yenə də 1 oldu. Görürüz, bu şəkildə tapmış olacaq. Baxın, burada mənə KX-i tapmağımızı soruşur. Bunu götürüb əslində 2 cür qayda ilə eləyə bilərik. Birincisi x-a vuraram. X kubu çıx x-in kvadratı çıx x alınacaq. Tərəf-tərəfə çıxaram. Bunlar getdi. Cavabımız qaldı 2x kvadratı plus 2x. Davam edirəm. Götürüb indi bu dəfə də plus 2-yə vururam. Müsbət 2-yə vuranda 2x kvadratı çıx 2x
çıx 2 olacaq. Tərəf-tərəfə çıxacaq, bunlar bir-birini götürdü. Cavab da 4x artı 2 olacaq. Bu formada tapa bilərsiniz. Və yaxud da ki, uşaqlar, və yaxud da ki, baxın, bunu 0-a eşitləyəcəksiniz. Burada dərəcə, bunu makaslı desək çox qəşəngdir. Amma makaslanmadıqca onu 0-a eşitləyəcəksiniz. Dərəcəsi ən böyük olanı tapırsınız. Onu saxlayırsınız, digərlərini keçirsiniz, alırsınız. X plus 1. Baxın, x kubunun içərisində x kvadratı yaratmaq istəsəm, x vur x kvadratı, üstə gəl x kvadratı, üstə gəl x kimi yazsam. Hər bir x kvadratı gördüyüm yerə gətirib mən bu ifadəni yazacağım. Və hər dəfə dəfələrcə eləyəcəm. Əslində bu çarpanlar konusunda keçmişdik, qruplara ayrılmada keçmişdik. Və yazıram x vurulmuş, x plus 1, bu ifadədə. Üstə gəlmiş x plus 1, üstə gəl x. İndi mən bunu təkrar atsam, x kvadratı artı x artı x artı 1 artı x olacaq. Elə deyil, x kvadratının yerinə təkrar x plus 1 yazacağım. Bir də bu hissəni kök sürmürəm. Təkrar basaq 1, 2, 3, 4 dənə x olacaq, artı 2 olacaq. İstəyirsiniz çubuqlu, istəyirsiniz də bu qaydadan eləyə bilərik. Bu qayda bundan ibarətdir. İndi gəldik. Bu da eyni işlənəcək. Gələk növbəti özəlliyə. Burada da direkt kanı istəyir. Kan tapılmasının qaydası nə oldu dedik? Bunu 0 eşitləyirik. X-in dəyərinin yerinə mənfi 1 qoyacaqsınız. Mənfi 1 artı 2 plus 1 olacaq. Cavab da bundan 2 verəcək. Bu belə. Bu biraz rahat idi. Gəldik bura. Sizə qalıb istəyir. Bunu eşitləyirsiniz 0-a. X-in dəyəri olur 1-ə. X0'layıb çalışırsınız P-nin içinə. Bu arada parantezin içini P-nin içinə götürüb 1-ə bərabər eləməyin. Yaxşı. Aparın sadəcə X-ın yerinə 1 qoyun. Yəni P1. Sən bunu istəyir. Qalığın P1-ə bərabərdir. Sən indi gedirsən bunun içini 1 eləməyə çalışırsan. Yəni bu bəzi köhnə testlərimizdə belə deyil, sözel testlər düşürdü deyə imtihana. Artıq onları da işləyin, yəni çətini çəkməyin də. Sözəli bu formada sxema formasında salacaqlar sınavınıza. Sözel test olmayacaq. İndi 1 olması üçün bunun içinə nə qoyaraq? 2 qoyaraq. O da 4 çıxılmış, 6 artı 1 eləyəcək. Onun da qiyməti mənfi 1 verəcək. Və dediyim şey burada qabağımıza çıxdı. Mən buna 0 desəm, x-in dəyəri oldu 1. 1-i fırladım, x-in yerinə qoyuram. Yaxşı, x-in yerinə qoyursunuz. Götürüb içərini 1-ə bərabər eləmək. O da P2. Demək səndən qalığı istəyir, P2-ni istəyir. Burada da 2 olmasının üçün bura 4 qoyacağım. O da mənə 64 çıxılmış. 8 artı 1, o da mənə 57 verəcək bu formada. İndi bunu tərcümə eləyək. Necə tərcümə eləyək? Bunu 0 deyim. X olacaq mənfi 2. Mənfi 2 fırladım, saldım. Demək P mənfi 1-ə bərabərdir qaldım. Bunu istəyir. Mənfi 1 olması üçün aydın qəşənglə ponçik kimi salır. X-in yerinə 0 attım, cavab da olacaq 4. Bu formada işlənəcək. Gəldik bir balaca çətin olan. Məsələn, burada uşaqlar nə olsun 2-yə bərabər? Bu 0, bu dəfə qalığımızı hazır verir. 0-a bərabərlərin x-in dəyəri 3-dür. 0-dan saldım, P3 bərabərdir 6-ya. Bu quruluşu həll edirsən. Yəni, x gördüyün yeri 3 qoyub, cavabı 6-ya bərabər edəcəksən. Bu formada bir şeydir. Sonra gəldik bunlara. Bunları daha çox görürsünüz. Bunları görəndə də bir panik atak keçirirsiniz. Ehtiyac yoxdur. Buna bir dənə 0 dedim. X-in dəyəri nəyə bərabər oldu? 1-ə. 1-i fırladınız, saldınız içinə. Demək, tərcümə eləyəndə P1 nəyə bərabər olmuş oldu? 3-ə. Buradan tərcümə edirsiniz. 0 x-in dəyəri oldu mənfi 2. Mənfi 2-ni saldım içinə. Q mənfi 2 eşitdir 2-yə. Şuralar ayrı-ayrılıqda düzəltməyə çalışmayın. Bu arada deyirlər ki, mən atıram x kvadratının içinə Q olanda 5 atır. P-nin içinə 4 atır. Elə bir şey yoxdur. İstər fonksiyon, istər polinom işləyirsiniz. X hər yerdə, x eyni şey. Yaxşı. Bir də əziyyət çəkib ikisini də düşünməyə ehtiyac yoxdur. Sadəcə birinin içini düzəltməyə çalışsınız, hamısının içi çıxacaq. Bunun içinin 1 olmasını istəyirəm. Onda mən x-a 0 deyəcəm. X gördüyüm hər yerə 0 qoyuram. Bu getdi, bu getdi, bu getdi. Və onda P1 artı 2Q mənfi 2 bərabərdir mənfi 2 artı 4 olacaq uşaqlar. Burada P1-in qiymətini bölü 3-ə bərabərdir. Q-nin qiymətini bölü 2-dir. O da mənə 4 verəcək. Cavab da mənfi 2 üstə gəl 4 olacaq. 4-lər getdi. Burada A da eşitdir mənfi 3 bölünmüş 2 formasında yazacaq. Bu tipli özəllik bu formada işlənəcək. Hamısında da bu qaydadır uşaqlar. Getdik sonuncu bu özəlliyimizə görə nədir? Bu özəlliyimizdə də dəyişən bir şey yoxdur uşaqlar. Ən yüksək dərəcəsi nədirsə x-in, onu saxlayırsınız, 0-a eşitləyirsiniz, x kvadratının yerinə 1 yazacaqsınız. X kvadratı düzəltməyə çalışırsınız. X üstü 4x kvadratının kvadratı çıxır 2x kvadrat plus 4 kimidir. Bu mənim qalığım belədir. X kvadratının yerinə 1 qoyacaq. 1 çıx 2 artı 4 eləyəcək. Cavabım oradan 3-ə gələcək. Bu belə. Məsələn, biraz çətin kimi görünənlərdən eləyən uşaqlar, məsələn, bir balaca sizi qarışdıra biləcək. Məsələn, bunu. Məsələn, yenə də 0-a bərabərlədik, x kubu bərabər oldu 1-ə. Misalımızın x kubu yararız. X vur x kubu, çıx 2x kubu, üstə gəl a x.
burada indi x kubunun yerinə 1 qoyuruz. X kubunun sadəcə yerinə qoyuruz. Çaşı burada x-in yerinə bərabər 1 götürməyin. Yaxşı, bu yanlış bir şeydir. Sadəcə x kubunu 1 ilə əvəzləyirsiniz. 1 qoyanda x vur, bu 1 olacaq. 1 olanda x çıx 2 artı ax yerdə qalanlar olduğu kimi qalır. Bu da bərabər olmalı 3x minus 2-yə. Mənfiklər getdi. Bunu standart yığanda x-i çıxarsan 1 plus a bərabər 3x olacaq. Buradan bu 3-ə bərabər olmalı. A-nın dəyəri 2 olacaq. Bu şəkildə işləyəcəksiniz. İndi gəlin növbəti özəlliyimizə baxaq. Növbəti özəllik. Baxın bu özəllikdə. Bu özəllikdə nə edəcəyik? Yenə əvvəlki bundan öncəki özəlliyə əsasən buranı 0 dedik. Burada x-in qiymətini 2 tapdıq, içinə saldıq. P2 nəyə bərabər oldu? 3-ə. Bunu 0 dedik. X-in qiyməti oldu 1, onu saldıq içinə. Yəni P1 bərabərdir 2-yə. Elə deyil. Bu şəkildə tərcümə elədik. İndi olay nədən ibarətdir? Fikir versəz bunun vurğuları nədir? X minus 2, x minus 1 vurğuları. Yəni mən buradan qalan qalıqları tapdım. Bir dəfə bunu 0-a bərabər eləməliyəm. K2-ni tapmalıyam, bir dəfə K1-i tapmalıyam. Onlar da hazır burada belə deyil. Ümumiyyətlə, belə bir şey deyəcəm. Bayaq demişdik ki, bölmə prosesinin başında. İkinci dərəcəyə bölürəmsə, qalığım nə qalmalıdır? Birinci dərəcədən qalmalıdır. Sonra bu məlumatları götürüb, burada yerinə qoyacağım. Burada qoyanda mənə nə vermiş olacaq? Bir dəfə 2 qoyacağım. 2A artı B bərabərdir 3 olacaq. Bir dəfə də 1 qoyacağım. A plus B bərabərdir 2 olacaq. Tərəf-tərəfə çıxacağım bunları sistem kimi. A bərabərdir 1 olacaq. A-nı 1 tapdıqdan sonra aparıb yerinə qoyacağım. B də bərabər 1 olacaq. Fərq eləmir, hansını istəyirsiniz qoyun. İstəyirsiniz yuxarıda qoyun, istəyirsiniz aşağıda. Bunu tapdıqdan sonra qalığımın quruluşu x plus 1 oldu. Uşaqlar mənə sual verir, ay müəllimə, ola bilərmi ki, deyir, mən bunun vurğuları ayıranda içində x minus 1 və x minus 2-dən başqa vurğu olsun. Yox, elə bir şey olmayacaq uşaqlar. İmtihanda həmişə sizi, necə deyim, tapmayacağınız bir şey yoxdur. Yəni, bunun standart qaydası budur. Hər zaman böyüyünün içində vurğular bunlar olacaq. Yəni, x çıx 1, x plus 2-də həqiqətən matrasının yanında budur. Eyni olaydır. Buradan bunu sıfırladın, yazdın P1 bərabərdir, mənfi 1-ə. Bunu sıfırladın, P mənfi 2 bərabərdir 2-yə. Bundan sonra bunun quruluşu da dərəcəsi biraz olmalıdır, AX üstə gəl 1. Aparıb 1 yazacaqsan, A artı B bərabərdir, mənfi 1-ə. Bir dəfə də yazacaqsan ki, mənfi 2A artı B bərabərdir 2-yə. Bunlar tərəf-tərəfə çıxanda 3A bərabərdir, mənfi 3A bərabərdir, mənfi 1. A mənfi 1 isə birincidə yerinə qoysanız, B-nin qiyməti 0. Onda mənim quruluşum mənfi x formatındaymış. Bu şəkildə tapılacaq. Məsələn, gəlin fikir verin, bura 6-cı fərq eləməz. Yuxarıdakiler biraz asandır deyə buna baxacağım. Burada fikir versəz, yəni sən bir dəfə tapmalısan nəyə? Bunu 0 elirsən. Gətirib yazanda P2 polinomunun cavabı qalıq nəyə bərabər? 2-yə. Bir dəfə də bunu 0 eləyəndə P mənfi 3 nəyə bərabər olmalı? Yəni 2-yə. Bu olaya aparıb 2 dəfə burada yerinə qoyub hesablamalısan. Yəni x-in yerinə 2 qoysam 8 artı 4A 8 artı 4A çıxılmış 2B üstə gəl 2 bərabərdir 2-yə. Bir dəfə də mənfi 3 qoyacaqsan. Mənfi 27 artı 9A üstə gəl 3B üstə gəl 2 bərabər 0-a. Bu denkləmi həll edəcəksən. Birincinin hər tərəfindən hesablasaq nə alardı? 4A çıxılmış 2B bərabərdir mənfi 8-ə. Hər tərəfi 2-yə bölsən 2A artı eksi B bərabərdir mənfi 4-ə. İkincisini hesablasam 9A üstə gəl 3B bərabər olacaqdır burada. Bizə nə verməliydi? 27-ni də digər tərəfə keçirək. 29 mənfi 29 verdi. Bu şəkildə hesablama eləyəcəksiniz. 9A artı 3B bərabər mənfi 29. Bu sistemi həll edib bu şəkildə cavabları çıxara bilərsiniz. A plus B-nin qiymətini oradan tapa bilərsiniz. Eyni şeyə gəlir. Qaydası bundan ibarətdir. Yəni bunu 0 eləyəcəksiniz, bunu 0 eləyəcəksiniz. X-in qiymətinə bir dəfə 2 aparıb yerinə qoyduqda qalıq 0-a bərabərdir. Yəni 8A üstə gəl, 4A üstə gəl, 2B üstə gəl, 2-ni bir dəfə 0-a bərabər eləyirsiniz. Bir dəfə də x-in yerinə mənfi 1 qiymətini qoyacaqsınız. Yəni mənfi 1 artı A eksi B artı 2 bərabərdir 0-a. Burada uşaqlar 2 dənə denkləm alırsınız. Onu da birinci dərəcədən denkləmlər kimi həll edirsiniz. Bu şəkildə uzun gedir deyə həll etmirəm, sonunu gətirmirəm. Sonra növbəti özəllikdə isə bunun tərsinədir. Nə var? Baxın, bunu vurğulara ayıranda x minus 2, x A kubu minus B kubu düsturuna görə atsaz. X kvadratı üstə gəl 4, x üstə gəl 4 formulu alırsınız. Elədir. Daha doğrusu 2 yazmalıyam. 2x plus 4 alırsınız. Uşaqlar, baxın bu, bunun içində var. Elə deyilmi? Onda, yəni mən buradan nəyi tapmalıyam? Bunu 0 edirəm. Deməm, mən P2-ni tapmalıyam.
Ümumiyyətlə, bunu qarışdıranda mən uşaqlara deyirəm ki, heç elə düşünməyə ehtiyac yoxdur. O bunu sıfıra bərabər elədin. X-in qiyməti nəyə bərabər? 2. 2 saldım, P2 sənin qalığını verir. Mən burada P2 almalıyam da. X gördüyüm hər yeri 2 yazsam, buradakı qalığa da 2 yazmalıyam da. 4 artı 2 çıxılmış 2 cavab deyiləcək buradan 4 eləyir. Bu formada düşünə bilərsiniz. Amma riyazi qaydaya əsasən yazmış olsaydı uşaqlar, burada kiçik böyüyün içində vardı ya, polinomun yerinə gətirib böyüyündən qalan qalığı gətirib yazmaq lazımdır. Yəni sən x kvadrat plus x minus 2-ni götürüb x minus 2-yə bölməlisən. Yəni bunu sıfıra bərabər edirsən, x bərabərli 2 olur. İkinci salırsan bura 4 artı 2 çıx 2 cavab yerinə 4 olur. Demək ki, balaca böyüyün içində var, makasladı, makaslayanda sənə verdi, bax bu oldu. X minus 1, x minus 2, x minus 1 vurğu bunun içində var. Onda böyüyündən qalan qalığı gətirib polinomun yerinə yazır. X minus 1-ə bölürsən, cavab 0, x-in qiyməti 1-dir. 1 qatlayıb saldığın cavabın olacaq sənin 5 bu formada. Gəlin başqalarına baxaq. Bu da onun eynisidir, bu da eynidir. Tutaq ki, buna baxaq, görək bu nəymiş. Burada da eyni şey uşaqlar. Baxın, bunu açsam, kub düsturunun ikinci tərəfidir bu hissəsi. X minus 3 olacaq. X kare üstə gəl 3x plus 9 olacaq. Fikir verirsizmi? Onunla mən polinomun əvəzinə böyüyündən qalan qalığı gətirib qoymalıyım. X kvadrat çıx 5x plus 6-nı götürüb x kvadratı üstə gəl 3x plus 9-a böləcəm. İstəyirsiniz çubuqlu bölün, istəyirsiniz sıfıra bərabər edin. X kvadratını əvəz edin oradan. Yazın mənfi 3x, mənfi 9. O şəkildə də elərsiniz. Ya da yerləşir içində bir dəfə yazarsınız bu formada. Sonra bunu tərəf-tərəfə çıxarsınız. Çıxanda sizə mənfi 8-lik çıxılmış 3 formatında bu şəkildə qalığa qalar. Bu belə. Burada bu, indi deyirsiniz mənə fərqli bir şey, fərqli deyil. Eyni bir şeyə bölür. Bunun özünə normalda böləndə bu qalmamışdı. Bu dillər aritmetikdən gəlir dediyim kimi. Bu qalığı gətirib fonksiyonun, polinomun yerinə qoyursunuz. Onu nəyə yüksəltmək lazımsa kvadrata? 2x minus 1-i kvadrata yüksəldir. X kvadrat x minus 1-ə böləcəksiniz. Bunu da kvadrata yüksəldəndə bizə 4x kvadratı çıx 4x plus 1 verir. Onu da götürüb x kvadratı minus x minus 1-ə bölürsünüz. İstəyirsiniz x kvadratını bunu 0 edin. X kvadratının əvəzinə x plus 1-i götürək. Aydın oldu. Aparıb əvəzləyək bunu burada. 4 vurulmuş x plus 1 çıx 4x plus 1. 4x plus 4 çıx 4x plus 1. Cavab da 4x var gedir. Cavab qalar 5. Ya da ki dediyim kimi bunu götürüb çubuqlu da bölə bilərsiniz. 4 dəfə yerləşəcək. 4x kvadratı çıx 4x çıx 4 olacaq. Tərəf-tərəfə çıxanda bunu götürəcək. 1 çıx 4 də sizə 5 verəcək. Bu formada olacaqdır. Uşaqlar, bu özəlliyi də başda elə bölünə bilmədə öyrətmişdim. Yəni, eyni bir şeyin təkrarıdır, bu getdi. Burada sadəcə bir-iki dənə misal tipi göstərmək istəyirəm. Fərqli bir-iki dənə nüans var. Məsələn, özəllikləri izah edəndə bunu deməmişdim. Elə deyil, özəlliyin içində daha doğrusu bu yox idi bu tipdə. P fonksiyonu, polinom fonksiyonu həm x-dan, həm y-dən asılıdır. Yəni, mən burada həm x-a dəyişən kimi baxacam, həm y-yə. Onda mən bunun dərəcəsini deyəndə, üstlər götürüb toplanacaq 6. Bunun dərəcəsi 5, bunun dərəcəsi 4-dür, bunun 1-dir, bunun da 0-dır. Biz də götürüb deyirdik ki, çoxhədinin dərəcəsidir, yəni içində ən böyüyünü götürür. Yəni, cavabı 6 götürəcək. Deyəcəksiniz, burada başqa bir sual verir. Mən 1-1 soruşurum. Mən bu sualı özümdən dəyişdirirəm. Deyirəm, polinomun dərəcəsini tapın. Dərəcə Px y-i tap desəm. Baxın, bu formada tapacaqsınız. Bu stildə suallarına rastlaşırsınız. Bu buna görə dedim. Bir də bu tipli sualların izahını vermək istəyirəm. Bu tipli suallarda nə edirsiniz? Hamısını vurub açacaqmı? Yox, vurub açmırsınız. Sizdən kimi istəyir? X üstü 6-nı istəyir, elə deyil. Onun qarşısında kim dayanır? Yəni, daha doğrusu D-ni istəyir. O da X üstü 6-nın önündə dayanır. Sən düşünəcəksən ki, birinci parantezin içindən kimi götürüb ikinciyə vursan, x üstü 6 alınır. Məsələn, bax, burada 5 görürəm. 5-i birinci dərəcəli x-a vursam, üstlər toplanıb 6 eləyəcək. Yəni, mən bunun katına vuracam, eləyəcək mənfi 6. Sonra, baxın, düşünürəm ki, mən 2-ni 4-ə vursam ikinci parantezdən 6 eləyər. Mənfi 4-ə, onun qarşısındakı 1-ə vursam, mənfi 4 eləyəcək. Bu formada. Sonra yerdə artıq bunu vura biləcəyim 5-ci dərəcədən kat ikincidə yoxdur, artıq yoxdur. Cavab eləyəcək mənfi 10. Bu formada işlənir bu suallar. Şöyle polinomun izahı bu qədər. Amma gəlin bir dənə dahasına baxaq, yəni buna da baxaq, təkrar olsun. B-ni tap deyir. B nədir? X üstü 7-dir. Tamam mı? 7 almalıyam. Bu 5-i 2-yə vurmalıydım. İkinci mötərizənin içində ikinci dərəcədən x yoxdur. Demək bu 7. 4-ü 3-ə vurmalıyam. Üstlər toplansın, mənə 7 versin. Bu eləcək mənə mənfi 6.
Sonra başqa bir şey də yoxdur, x kvadratını 5-ə vurmalıyam falan filan. Yoxdur, B-nin də qiyməti mənfi 6. Polinom konusu bu qədər uşaqlar. Testlər işləmək lazımdır. Çox önəmli bir mövzudur. Demək olar ki, terör isə bundan 2 ya da 3 sualdan rastlaşırsınız. Bu qədər